Nə zamansa söz-söhbət olub mu? Küsül olmusunuz mu? Mən bu suala belə cavab vermək istəyirəm. Hər kəs ailəsində olur inciklik. Çünki o da insan umduğu yerdən küsür. Amma mən ümumiyyətlə ailə içi söhbətlərini mənim izləyicilərim də bilir, mənim əhatəm də bilir. Heç vaxt sevmirəm. O mənim böyük bacımdır. Necə deyərlər, ətin yesəm də simiyini atmaram. Əzizimdir, doğmamdır. Həmişə də o cür olacaq. Mən ondan heç vaxt küsməmişəm, inciməmişəm. O məndən küsübsə, yenə deyirəm, o da ərkinnəndir. Çünki böyük bacı olaraq ola bilər. Mən də nəsə Mən bildiyim qədərlə təzəlikcə barışmışsınız. Yox. Belə deyim. Kimin bacı qardaş olsun, istəyir ana ilə bala olsun. Təbii ki. Yəni söz-söhbət olmur ki, istəyir və yaxud da həyat yoldaşı olsun. İnciklik olur təbii ki. Şeydir, incimək ayrı şeydir. İnciklik olar, küsülük yox. Mən çox Küsülük istədiyimdən düşmənlər olur o arasında şeylər hər olar. zaman. Düşmənçilər arasında. Yox, baxın belə bir İncimək şey olar, var da. incimək. Mən bayaq deyildi, Fidan da dediyi kimi, umduğu yerdən nə mənada. Mən çox istədiyim insanlardan, həqiqətən, çox dəyər verdiyim insanlardan inciyərəm qəlbən. Ona görə ki, mən ona dəyər verirəm. Amma qeyri bir səmimi ortam yaratmadığım insanlardan heç vaxt inciyə bilmirəm. Çünki onlar mənim heç kimimdir. Heç nəyimdir. O qədər də heç istəməmişəm, yaxın buraxmamışam. Amma niyə inciyirəm? Çünki bəzən mənim xarakterimdə belə şeylər var ki, mənim öz dünyamda özümə qarşı bir xarakterim, hər kəsin var. Amma mən orada elə bir mənlə razılaşmayanda, mənim elə bir ki, belə deyim də, sözümü mü deyim, hərəkətimi müdafiə keçəndə və yaxud da bəzi şeylər olub ki, mən misal üçün ola bilər, böyük də olsam Fidana qarşı səhv eləmişəm. Ola bilər, bacımdır da, burada da deyirəm. Yəni, o böyüklük o demək deyil ki, sən hər zaman haqlısın.